ədədlərdə böldük ki, sonlu və sonsuz. Sonlular hansıdır? Əgər məxrəcimizdə dedik ki, 2 və 5 varsa. Aysa. Məsələn, bax deyək ki, bir dənə hər hansı bir ədəd götürək. Tutaq ki, olsun neçə? Olsun 50. 50-də, qoy bunu da biraz balacalaşdıraq. 50-də, məsələn, 50-də 13. Aha, 50-yi sadə vurğulara ayıraq. 50-yi artıq sadə vurğulara ayırmağı keçən il öyrənmişik, elədir? 50. 2, 50 böl 2. Aha. Sonra 15, yox 25. 25, 5. Aha, yəni 13. Bura olur 2 vur, 5 vur, 5. Aha, deməli bu sonludurmu? Orada elə götürüb. Ay, sağ ol. İndi mənim bilmirəm, bu üsulu sən keçən ildə demişdinmi? Bax, belə bir Nuraya belə bir üsulda dedim ki, ay Nuray, sənə belə asan gəlsə, belə onluq kəsrə çevirə bilərik. İndi gəlin təsdiqləyək görək, həqiqətən bu sonludurmu? Və buranı da 2-yə vuracam. Buranı da onda 2-yə vururam. Məxrəc nə olur? 100. %26. Onda onluq kəsir kimi yazanda nə deyirəm? 0'dan %26. Amma keçən öyrəndiyin kimi 13'ü 50'yə də bölə bilərsən. Yəni burada problem yoxdur, amma bu üsul mənə daha rahat gəlir. Amma bir şey də nəzərə alın. Əgər ixtisar varsa, məsələn deyəsiniz ki 35, 35'də olsun neçə? 35'də olsun tutaq ki 40 neçə olsun? Yox 42 olmasın. 35'də 28 olsun. Aha. 35'də 28. Deyək ki 35 Bənövşə baxan kimi deyir ki, müəllimə, bu 5 vur 7'dir. Bunu biz sonlu onluq kəsir kimi göstərə bilmərik. Sonlu göstərmirik. Deyirəm ki, niyə ay Bənövşə? 28'dən 35 ixtisar gedir da. Elədir. 7'yə ixtisar gedir, nə qalır? Qalır ki, burada 5, burada 4. Orada da sonlu onluq kəsirdir. Bu da onluq kəsir kimi neçədir? Məxrəci 5'dir də, ona görə sonludur. Ay, sağ ol, sonludur. Bunu onluq kəsirə çevirsək, onluq kəsir kimi nədir? Mən 5 vur 2, 4 vur 2. Aha, o da olur. Onda. O da edir, onda 8. Ay, 0,8. Nuray, dilini pişirməyid ay Nuray. Aha, getdik. Sonra nədir? Sonra da məsələn deyək ki, belə bir ifadə versin sizə. Desin ki 25'də 16. Sonludurmu, sonsuzdumu? Mən kimdəsin? Nuray desin yoxsa? Fərq yoxdur, ki necə deyim? Mən 5 vur 5. 5 vur 5 deyir, ona görə sonludur. Ay, sağ ol. Bəs bunu onluq kəsirə çevir desəydik? Mən onda da ixtisar aparasıydı. Sonra məxrəcin 100 eləyə bilər. Məxrəc, bəli, 100 eləyə bilərik. Aha, bura alınır 100, bura alınır 64. Olur 0'dan %64. Bax, bu üsul daha rahatdır, hə? Sonra, aha, məsələn, bax, əgər məxrəcdə ixtisar da yoxdur, tutaq ki, yoxdur da, məsələn, deyək ki, bax, 8'də 7. Aha, ixtisar yoxdur və bu nədirmi? Sonludum, sonsuzdumu necə tapıram? 1 tam, nə alınır? 2'nin kubu deməkdir da, yəni 2 vur 2 vur 7 deməkdir. Aha, bu nə oldu? Sonlu onluq kəsir oldu. Çünki məxrəcində 2'dir. Ay, sağ ol, bəli. 22 ilə 20'ni məsələn, ixtisar aparıram 2'yə. Burada qaldı 11, burada qaldı nə? 10. 11. Məlum məsələdə 12 vur 5 deməkdir. Sonlu onluq kəsir. Sonlu deyəndə nə başa düşəcəksiniz? Yəni məsələn konkret bir şey alırsan. Məsələn 0,99. Məsələn bu sonludur da. Yəni bilirsən ki sonu 9 ilə bitdi. Mən indi birini Nuray desin, birini mən deyim. Ola bilər, ola bilər. İndi Nuray dünənləri bunun bəzilərini demişdi. Qoy görək Nuraya başqa bir şey deyərəm. Sən bunu mənə de, mən də Nuraya başqa bir məsələ göstərim. Sən bu dairəyə aldığımı de. Onda burada 100'ə tamamlayırıq. 100'ə daha doğrusu burada 3 vur 5 olur. Aha, bu sonludur mu, sonsuzdur mu? Mən 3 5. Mən 5 olduğuna görə sonludur. Yox, əgər 2 və 5'dən başqa əlavə bir ədəd varsa bu sonlu deyil. Onu götürmürük. Bəs sonlu deyil onda. Məcbur. Çünki 3 və 5 var idi, amma burada indi nəyə diqqət eləyirsən? İxtisar varmı? 3 ixtisar eləyə bilərsən də. Mən 3, bəli. Alınır nə 5'də 2? Onda deməli bu nəymiş? Sonlu. Onda 5 vurulsun 2. Elə bax, məxrəcdə 5 var, sonludur. Vəsiyo. Bax bu. Birinci baxacaqsan ixtisara. Bəli, birinci ixtisara baxırıq. Nuray, məsələn, bunu da görürüm 36'da 7'ni. 36 7'ni 36 sadə vurğulara ayıranda 2 ilə 13 olur. 2 2 sonra olur 3 vur 3. Aha. Bir dəqiqə. Bax. Yox, bu son. Bu sonsuzdur. Aha, niyə? Çünki burada 3 var. Bax, qaydada yalnız nədir? Qaydada yalnız 2, yalnız ya 5 ya da hər ikisi. Məsələn, bura 5 olsaydı, hə, bu olacaqdı sonlu. Deməli, sonlu onluq kəsirləri məxrəci nə olur? Ya 2 ya da 5 ya da hər ikisi. Əgər olsa, gəlirəm sonsuza. Artıq bunu Nuraya da keçmədim. Bərabər baxırıq. Sonsuz deyəndə nə başa düşəcək? Yəni, sonsuza qədər dövr eləyəcək. Dövr eləyə gedir. Məsələn, deyək ki, tutaq ki, belə bir dövrü bir kəsir versin bizə.
Olsun neçə? Olsun bura 7, 7 olsun. Burada olsun məsələn 5. Aha. Bölürəm bax. 5-i 7-yə bölə-bölə gedəcəm. Gəlin baxaq görək. 5-in içində 7 yerləşmir 0 tam. 50-ni 7-yə böləndə 7 dəfə 49, 1 düşdü. 1-in içində yerləşmir 0. 10. 10-un içində 7 yerləşdi 1 dəfə. Yazdım 7, düşdü 3. Elədir. 3-ün içində yerləşmir 0, 4 dəfə. Bax. 28, düşür 2. Bax, davam eləyirəm. 20-nin içində yerləşir 2 dəfə. Alınırmı? 14. 6, bax 0, 60-ın içində 7 neçədə yerləşir? 8 dəfə. Görürsünüz, dövr eləyə getdi. Amma bəzən elə konkret olaraq məsələn deyə bilərik ki, məsələn bax burada bir dənə nümunəmiz var idi, bax bu. Bax 1/3. Bax fikir verirsiniz, hər dəfə 3 dövr eləyə gedir. Bax dövr eləyə 3 təkrarlana gedir. Dövrü kəsiri necə göstəririk? Tutaq ki, bax sizə belə bir misal verdi. 12, 12 davam eləyir. 12, 12 davam eləyir nöqtə. Aha, bunu hər dəfə belə uzun yazmırıq. Yazırıq bax dövr eləyən nədir? Bax yazıram 0 tam dövrdə 12. Deməli, qayda dəftərlərimizə belə qeyd eləyirik. Qayda dəftərlərimizə bunu qeyd eləyirik ki, sonsuz dövrü onlu kəsirlər. Ondan gəlirəm. Hə, gəlib deyəcəm. Sonsuz dövrü onlu kəsirlər. Sonsuz dövrü onlu kəsirlər. Aha. Sonsuz dövrü onlu kəsirlər. Yazın, qeyd eləyin. Yazırsınız belə. Sonsuz dövrü onlu kəsirlər 2 yerə bölünür. Bir deyildi. Nə yazaq? Sonsuz dövrü onlu kəsirlər 2 yerə bölünür. Bəli. Qeyd elədin Nuray? Bəli. Yazırsınız birinci belə. Birinci yazın ki qarışıq dövrü onlu kəsirlər. Qarışıq və saf. Qarışıq və saf dövrü onlu kəsirlər. Qarışıq və saf dövrü onlu kəsirlər. Aha, yazdınız. Əgər tamdan sonra, məsələn hər hansı bir A tamdır. Əgər tamdan sonra birbaşa dövr başlayırsa, məsələn deyək ki B-ci. Birbaşa dövr başlayırsa, bu olacaq saf dövrü onlu kəsir. Yəni belə şeylər yazılır. Saf dövrü onlu kəsirdir. Yazdınız. Deməli nə oldu? Əgər tamdan sonra birbaşa dövr başlayırsa, bu necə dövr kəsir oldu Nuray? Saf dövrü onlu kəsir. Ay sağ ol. İndi saf dövrü onlu kəsirlər, məsələn, bax qızlarım. Deyək ki, tutaq bu 0 tam. 0 tam. Məsələn 8, 8, 8, 8 deyək. Belə dövr eləyir. Bunu yazmağınıza ehtiyac yox 4 dənə 8. Elə bir dənə 8 yazsınız kifayət eləyəcək. Amma məsələn yazdığınız nə üçündür? indi ona da gəlib. Eləcə hərflə işarə eləməyiniz üçün idi. İndi məsələn, olsaydı ki, heç bu 8 olmasaydı, 89, 89 olsaydı, tutaq ki, belə dövr eləsəydi, artıq bu olur nə? 0 tam. Təkrarlanan hansıdır? 89 yazırıq. Aydındır? Nuray. İndi tamam, eybi yoxdur. İndi başlayırıq nəyə? Başlayırıq məsələn, bax adi bir ədədi, məsələn 3də 1-i bölmüşük, tutaq ki, o dövrü onluq kəsirə çeviririk. Dövrü onluq kəsirə çevirəndə böləcəksiniz. Sürəti məxrəcə bölə-bölə davam edirsiniz. Bayaq burada nümunədə də verilmişdi o. Məsələn 0 tam 0, onun içində yerləşir 3 dəfə, düşür məsələn 9. Bir dəfə 0 yenə 3. Yəni bunun dövrü nədir? 0 tam dövrdə 3. İndi desəz ki, müəllim, tutaq ki, biz bunu bilirik. Yəni ki, sürət həmişə məxrəcə bölünür. Yaxşı, bunu bildik. Bəs adi kəsir yox, onluq kəsirdən, yəni bax beləsinə, kaseti geri yıxsaq necə çevirəcəyik bunu? Bunu geri çevirmək üçün nədən istifadə edirik? Diqqətli olun. 0 tam tutaq ki, hər hansı bir A ədədidir. Bunu dövrü onluq kəsirə çevirəndə yazıram 9-da A. Yəni başqa ədəd yazmırsınız ha. Məxrəc həmişə 9 olacaq. Niyə? Çünki görürsüz 9-un vuruqları nədir? 3 vuruşdur da. 2 və 5 yoxdur. Bəli.
Elə bayaq mən də bunu deyirdim, məxrəci 9 olan. Aha, ay sağ ol. Bax, həmişə 9 kimi yazırıq. İndi məsələn, deyək ki, bizə belə bir nümunə verdi. Deyir ki, 0 tam neçə olsun Aynur? Bir dənə şey də görək, rəqəm də görək. 0 tam. Dövrdə 5 olsun. onda 5 olsun. Ay Allah. Neyinirik? 0 tam dövrdə 5-i onluq kəsrə, yəni onluq kəsr formasından adi kəsrə çeviririk. Adi kəsrə çevirəndə nə edəcəyik indi? Bax, mötərizədə nə qədər ədəd varsa o qədər məxrəcə 9 yazıram. Sonra da buradakının özü. 9-da 5. Məsələn, deyək ki, mötərizədə, ay mən şən sevimli rəqəmin neçə idi sən? 0 tam 7. 7 var tutaq ki. Bir dənə də 7 yazsam 7 eləyə bilərdik onu, hə. Burada mötərizədə neçədən ədəd var? 2 dənə. Onda məxrəcə yazacağam 9, 9. Alınır 7, 7. 99-da 77. Mən indi 9 desəydim, indi onun olasıydı. O da olasıydı işte. 9, 9. Burada 9, 9. Bu da olasıydı 1. İndi keçirəm. Aynur ayda görüm mən sevimli rəqəmin neçədir? Mən düşünürəm, deyəsən mənim sevimli rəqəm 2. 2-dir. Yaxşı olsun. Bu da bu səfər də olsun 2. 22. 22 olmasın. Gəl bu dəfə bir dənə mən rəng qatacağam. 282 olsun. 282-ni keçirik adi kəsrə. 8-də öz sevimli rəqəmini də ortaya soxdum. Görsən Nuray. 999 282. İndi baxacaqsınız. İxtisar varsa ixtisar eləyəcəksiniz. Yoxdur canınız sağ olsun, amma bu hər ikisi üçə ixtisar gedir, ən azından onu eləyə bilərsiniz. İndi yazırıq belə. Bu saf dövrü idi. Keçdik, qutardıq bunu. Keçirik indi qarışıq dövrü onluq kəsirlər yazın görün. Qarışıq dövrü onluq kəsirlər. 4'ün yarısı. Qarışıq dövrü onluq kəsirlər. Qarışıq dövrü onluq kəsirlər. Yazırıq belə. Əgər tamdan sonra dövr birbaşa başlamırsa, yəni dövr birbaşa başlamırsa, əgər tamdan sonra, bax bu tamdan sonra dövr birbaşa başlamırsa, Əgər tamdan sonra dövr birbaşa başlamırsa, bu qarışıq dövrü onluq kəsir adlanır. Məsələn, hər hansı bir kəsir verildi bizə və bu kəsirdə tutaq ki, deyəcək məsələn neçə tam olsun. Məsələn 7 tam da mənim şən sevimli rəqəmimdən gedək. 7 tam. Burada da hətta 2 var. Sonra dövrdə də bir dənə desin neçə? 1. 8. Maalesef 1 dedi. Niyə 1 dedi onu da deyəcəm. Bax, mötərizədə olan qədər 9 yazdığımız kimi, bax bu hissə, qalan hissə var ya, burada bir dənə 0 yazırsınız. Bax, neçə dənə də olsa həmin o qədər. Tama qarışmırsınız. Tamla işin yoxdur mənim işə. Baxma mənə elə. Bura 7 tam 90-da 21 olurmu? Xeyr, 21 olmur. 0 yazdığınızı çıxırsınız. Məsələn, 2-ni çıxırsınız. Alınır 7 tam 90-da 19. Bax, bir də deyirəm, bir də kaseti geri yığırıq. Deməli, 0 tam deyirəm, bu qarasılıq açmayın, dayanın görüm. 0 tam olsun bu səfərdə. 0 tam. Burada da olsun 12. Dövrdə də olsun məsələn 7. Aha. Bax, bunu keçiririk adi kəsrə. Bax, mötərizədə nə qədər ədəd varsa 9 yazıram. O qədər də bax 9 yazdım. Bax, burada neçə dənə ədəd var? Onun yerinə də 0 yazıram. Olur nə Nuray? 900 127. Amma 127 ilə kifayətlənirsən mi? Yox, 127 çıxaq. Neçə yazıram? Neçə yazıram? 0 qoyduğumu yazıram. 127 çıxaq 12. Yəni 900-də neçə alınır? 900-də 115 alınır. Bax belə. Əgər tutaq tam olacaqdı, eləmi? Yazasıydınız qabağına alt tam, heç nə. Belə. Tamdan işiniz yoxdur. Buyurun, yazın. Kalbimizi kırdınız Bənövşə xanım. Bir tam. Biraz tüskün diyeceğiz değil. Görün bir. Bax, nə yazacağım? 99 0 yazacağım. 1 tam 990-da 382 çıxaq 3. Всё. Aydındır? Yəni 1 tam 990-da 379. Bax bu qalır. İxtisar varsa, ixtisar aparırsınız, yoxsa qalır. Nə bilim da, ücə oraları sizin işinizdə. Keçirəm mən növbəti hissəyə. Növbəti hissəmiz nədir? Mənə bir dövrlər sayacaqsınız. Dərsə ilk kim qoşulmuşdu? Dərsə ilk Bənövşəmi, Nurayımı hansınız qoşulmuşdu?
Eyni anda. Eyni anda. Onda eyni anda. Biriniz mənə deyəcəksiniz bunun A variantını, biriniz mənə deyəcəksiniz B variantını. Kim nəyi demək istəyir? Bəli. Burada bunu necə yedik? Nətər yaza bilərsən bunu adi sadə şəkildə Möhtər Zeynə? Ay Allah.